Necə deyərsiniz məsəl üçün əvvəlcədən təşəkkürlər. Bax bu mən necə deyərsiniz? After, thank you. Okay, sən belə düşünürsən. After sonra deyil. Okay, o elə düşünür. Okay, Aysel səncə? O düşünürsən ki, o səhvdir. Sən necə deyirsən? Əslində before, thank you. Okay, görsən düzəltdilər onu. Aysel, səncə? Mən də orada deydim before. Leyla, səncə? Thanks in the last. Okay. Thanks hissəsi düzdür. Thanksin zaten təşəkkürlər olduğunu bilirik. Düzdürmü? Thanks. Bu qalıb yerində. In advance. Advanced var, irəli səviyyə, akademik, nə bilim falan belə. Eyni zamanda in advance isə əvvəlcədən deməkdir. Məsəl üçün, əvvəlcədən ödəniş eləyirəm, mən ödənişi əvvəlcədən istəyirəm, əvvəlcədən gələrəm və ümumiyyətlə in advance əvvəlcədən deməkdir. Yaxşı mı? Thanks in advance əvvəlcədən təşəkkürlər, yəni öncədən təşəkkürlər. Okay, yazaq.